keçirdiyimiz layihə qayıdış hüququ, hüquqi simulyasiya və debat forumu bu gün Bakı Dövlət Universitetində birkönüllü tələbə təşkilatı dəstəyi ilə keçirilir. Bu layihə beynəlxalq hüququn qayıdış konsepsiyasındakı rolunu gənclər arasında təşviq edir. Bu layihə 2 gün ərzində keçiriləcək. 50 nəfər gənc layihədə iştirak edəcək. 2 gün ərzində komandalar bir-birləri ilə mübarizə aparacaq. Debat forumu nəzərdə tutulubdur. Layihənin sonunda gənclər arasında qayıdış hüququnun təşviqi, ümumiyyətlə beynəlxalq debat mədəniyyətinin formalaşdırılması, analitik düşüncələrin formalaşdırılması baxımından çox önəmlidir. Məqsəd müəyyən bir dövrlərdə, müvafiq dövrlərdə Qərbi Azərbaycan ərazisindən deportasiya olunmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə tanınılması, bu istiqamətdə onların layiqli qayıdışlarının həyata keçirilməsi, həmçinin bu layiqli qayıdışın təhlükəsiz və ləyaqətli səviyyədə həyata keçirilməsindən ibarətdir. Bütün universitetlərdən, bütün ixtisaslar üzrə cəlb olunmuş tələbələr müəyyən qruplara bölünüblər və hər qrupun özündə iddiaçı və cavabdeh tərəf olaraq müəyyənləşiblər.